Bugün Muharrem ayı ilə əlaqəli 4-cü məclisimizdir və biz bu ilki 10 günlük əza məclislərində Kərbəla və insan mövzusu ətrafında danışırıq. Söhbətlərimiz Qur'an-ı Kərimin Əsr surəsinə əsaslanır. Əsr surəsinin ətrafında davam edir. Mən deyərdim, bir mənada Əsr surəsinin təfsiridir. Dünən demişdik, yaduza gəlir, Kərbəlanı yaradan insanlar, Kərbəlanın şəhidləri, Kərbəla qəhrəmanları müəyyənləşmiş insanlar idilar. Hədəflərində müəyyənləşmişdilər. Konkret insanlar idi. Bilirdilər, neyniyirlər. Kimdilər, kimin yanındadılar, nə üçündülər, hara gedirlər, nə etməlidirlər. Bunların hamısını yaxşı bilən insanlar idi və bildiklərində də inanaraq möhkəm dayanmışdılar. Onlar Kərbəla insanı elə bir hədəfdə müəyyənləşmişdi ki, ondan daha yaxşısını tapmaq mümkün deyildi. Əgər daha yaxşısı olmuş olsaydı, mütləq onlara onu təklif edib azdırardılar. Kərbəla insanı bizə bir həyat dərs öyrədir ki, həyatda elə hədəfə bağlanın ki, şeytan ondan daha yaxşısını sizə təklif edə bilməsin. Daha yaxşısı tapılmasın desin ki, bundan daha yaxşısı var, atın onu gəlin bura. O hədəf elə bir hədəf idi ki, ölüm insanı o hədəfdən uzaq salmaq əvəzinə daha da o hədəfə yaxınlaşdırırdı. Həmin hədəf elə seçilmişdi ki, qalan bütün kiçik hədəflər hamısı bağlanırdı ona. O elə bir ağacın gövdəsi idi, bütün budaqlar, yarpaqlar, güllər, çiçəklər, köklər hamısı o gövdəyə bağlanırdı. Həmin hədəf nə hədəf idi? Hansı hədəf idi? Hər gün namazımızda dediyimiz o kəlmə idi. Filan namazı qılıram, ya filan əməli edirəm, qurbətən iləllah, Allaha yaxınlaşmaq üçün. Allaha yaxınlaşmaq Kərbəla insanının ən ali hədəfi idi. Və Kərbəla insanı həmin hədəf uğrunda birləşmişdi. Bu hədəf bütün müsəlmanların ömrünün arzusuna çevrilməlidir. Bizim hər birimizin ən gözəl arzumuz, ən böyük hədəfimiz bu olmalıdır. Allaha yaxınlaşmaq. Allahın razılığını da məhz bunun üçün qazanmağa çalışmalıyıq ki, o razılıq bizi ona yaxınlaşdırır. Bütün hədəflərin, niyyətlərin fövqündə bu dayanır. Allaha yaxınlaşmaq. Yerdə qalan bütün fəaliyyətlərimiz, işlərimiz, hamısı gəlib sonda bizi o hədəfə bağlamalıdır. Bəs niyə əsas hədəf Allah olmalıdır, Allaha yaxınlaşmaq olmalıdır? Müasir insan sual verən insandır. Hamında da bu sual yarana bilər. Niyə Allaha yaxınlaşmağı ən ali hədəf seçirik? Mən suala sualla cavab vermək istəyirəm. Və yaxud sual verə bilərlər ki, Allahdan qeyrisini hədəf götürə bilmərik? Allahdan başqasına yaxınlaşa bilmərik məyər? Niyə məcbur eləyirsiniz ki, Allaha yaxınlaşın? Biz məcbur etmirik. Biz seçim qoyuruq, deyirik ki, yaxınlaş kimə istəyirsən, amma bir şərtə əməl elə, sonra yaxınlaş. Suala sualla cavab veririk. Allahdan daha qüdrətlisini tap, daha gözəlini tap, daha kamilini tap, daha ucasını tap, ged yaxınlaş ona. İndi sizcə biz məntiqli davranırıq Allaha yaxınlaşmaq istəməklə. Bunu dini hökm kimi qəbul eləməyək hələ. Allaha yaxınlaşmaq dini göstəriş kimi qəbul eləməyək. Ağıllı insanın, məntiqli düşünən insanın düşünərək tapdığı bir şey kimi qəbul eləyək. Mən yaxınlaşacam da nəyəsə yaxınlaşmalıyam. Nəyəsə hədəf seçməliyəm. Niyə ən gözəlin, ən alisin, ən üstünün qoyub ondan qeyrisinə yaxınlaşmaq üçün hədəf yaşayım, həyat yaşayım axı? Bunu məntiq də tələb eləyir. Bu dini tələb olmaqdan qabaq hələ insan ağlının, məntiqinin tələbidir.
İnsan irəli getmək istəyir. Kim irəli getmək istəmir ki, hamı bilməlidir ki, ən irəlidə Allahdır. Heç nə ondan qabaqda deyil. Bütün irəli olanlardan irəlidə Allahdır. Ən irəlidə Allahdırsa, elə irəli gedəcəmsə elə onun tərəf gedim də. İnsan məqam baxımından yuxarı qalxmaq istəyirsə, məqam baxımından da ən yuxarıda Allahdır. Elə ən yuxarıda olanın məqamına tərəf seyr eləyim də. İnsan inkişaf eləyib kamilləşmək istəyirsə, bilməlidir ki, ən kamil Allahdır. Elə ən kamil olana tərəf üz tutumda, hərəkət eləyim də. Əslində, insan öz istəklərinin cavabının hamısının ən gözəlinin Allahda olduğunu başa düşsəydi, əl çəkməzdi Allahdan, Kərbəla insanı kimi. Niyə siz əl çəkmirsiniz Allahdan? Niyə? Niyə yorulmursunuz namazdan? Niyə yorulmursunuz dindən? Niyə yorulmursunuz bu əza məclislərindən, məsciddən? Yorulmamağınızın bir səbəbi var ki, ən gözəl ünvanı tapan adam yorulmur. Dində o adam yorulur ki, Allah haqqındakı təsəvvürü yanlışdır. Allaha mərifət düzgün olanda insan ona tərəf getməkdən yorulmur. Niyə yorulsun ki, bir halda ki, ən yuxarıya gedir, ən gözəlinə tərəf hərəkət eləyir. İnsan başa düşməlidir nəhayət dünyada. Nəhayət bunu başa düşməlidir. 1400 ildir İslam dini, ondan əvvəlki bütün peyğəmbərlər də bunu başa salmaq istəyiblər insanlara ki, Allah yolunun yolçusu olmaqdan başqa bir yol yoxdur əslində. Bu yol alternativi olmayan yoldur. Başqa yol bunun müqabilində heç yol deyil. Heç yola bənzəmir. Ən gözəl yol bu yoldur və ən məntiqli yol da bu yoldur. Və həyatımızı elə qurmalıyıq ki, biz Kərbəla insanı kimi ki, hər bir şey bizi sonda bu yola qaytarsın. Hər şey bizi bu yolun yolcusu eləsin. Fikir verin, evinizdən çıxırsınız hər gün bir parça çörək qazanmaq üçün. O parça çörək qazananda nəyə diqqət edirsiniz? Birinci növbədə halallığa. Mən hamı çox uzu tanıyıram burada. Bilirəm necə halal insanlarsınız. Nə qədər zəhmət çəkirsiniz halal qazanmaq naminə. Niyə halal qazanırsınız? Çünki bilirsiniz ki, halal qazanc Allaha yaxınlaşdırır, haram uzaqlaşdırır. Allah sevdalıları belə olur. Allah sevdalısı balasına pul da qazananda, çörək də qazananda, yenə də Allaha razı salmağa çalışır. Yenə də fikri Allahda qalır. İnsan belə olmalıdır. Həyatda əsas diqqəti olmalıdır Allahda. Yerdə qalan bütün diqqətləri də bağlamalıdır ona. İnsan çox şeyi bacara bilsə də, çox şeyi bacara bilən varlığıq biz. Allah bizi müxtəlif istedadlara sahib insan şəklində yaradıb. Birimizin bir cür istedadı var, başqa birinin başqa istedadı, qabiliyyəti var. Həyat monoton olmasın deyənə Allah insanları müxtəlif istedadlara sahib yaradıb. Bəzi insanlar var ki, 2, 3, 5 istedadı var. O bir məsəl var, deyir, əlində 5 barmağı var, 5 barmağında da 5 mərifət var. Var belə insanlar, maşallah, çox potensiallı, istedadlı, qabiliyyətli insanlarımız var. Amma insanın çox şeyi bacara bilməsi, insanın çox yönlü olması demək deyil ha. İnsan tək funksiyalı varlıqdır. Bir funksiyası var insanın. Bir funksiyası var. O funksiyadan kənar funksiyası yoxdur insanın. Uca Allah Əhzab surəsində 4-cü ayədə buyurur. Mə cəalallahu li rəculin min qalbini fi cavfihi. Allah heç bir kəsin qəlbində daha doğrusu heç bir kəsin daxilində iki qəlb yaratmayıb. Allah insanı iki yönlü yaratmayıb. Bu Allahın bəyanıdır. Bir qəlbi var insanın, yəni bir yönü var. İnsan eyni anda, adi bir misal çəkim. Siz eyni anda həm üzü qibləyə, həm arxası qibləyə dayana bilərsiniz. Məntiqən mümkündür bu. Mümkün deyil. İnsan üzünü yalnız bir istiqamətə tuta bilər. Ya şimala, ya cənuba, ya şərqə, ya qərbə. Razısınız?
Qəlbində belə bir xüsusiyyəti var ki, sən o qəlbi yalnız bir hədəfə bağlaya bilərsən. 2 dənə qəlbin yoxdur, birin Allaha, birin başqasına bağlayasan. Bir qəlb, Allah buyurdu bunu. Bir qəlb yaratmışam. Nədir bu ayənin mənası? Qısa deyim, təfsirin qısa deyim, yadda saxlayın. Yəni, qəlbinizi yalnız bir ünvana verə bilərsiniz. Qəlbdə ən şiddətli sevgi bir ünvanı ola bilər. Və bütün sevgilərdə onun törəməsidir. Bir ünvana sevgi bəsləyə bilərsiniz. Yerdə qalan hər sevgidə o ünvana olan sevginin nəticəsində yaranacaq. Qəlbin yalnız əsas bir hədəfi ola bilər. Qəlb üçün ən önəmli şey, ən önəmli deyirik. Bir var, mən deyirəm, önəmli şey. Çox şey önəmlidir mənim üçün. Çox şey önəmlidir. Saya bilərəm sizə. Filan şey önəmlidir, filan şey önəmlidir, o önəmlidir, bu önəmlidir. Amma bütün bu önəmlilərin hamısının əni var da, əni. Ən önəmlisi. Ən önəmlisi Allahdır. Ən önəmlisi Allaha yaxınlaşmaq olmalıdır. Məsələn, bir misal çəkim sizə. Tutalım ki, mənim üçün ən önəmli şey yeməkdən ləzzət almaqdır. Bir misal çəkirəm sizə. Mən həyatda yeməkdən zövq alıram. Ən önəmli şey qarın otarmaqdır. Bu zaman mən müxtəlif yeməkləri sevəcəm. Müxtəlif yeməkləri. 100 cür yemək sevə bilərəm. Amma bu yeməkləri sevməyim hansı sevgiyə qayıdır? Mənim yeməkdən aldığım ləzzət sevgisinə. Aydın oldu yəqin. Mən Allahı sevəcəmsə, ən ali hədəf Allahı seçəcəmsə, ona yaxınlaşmağı seçəcəmsə, bütün həyatım özümdən asılı olmadan başlayacaq o istiqamətdə formalaşmağa. İnsan həyatda özünü yalnız bir şeyə həsr eləyə bilər. Hamıda adi, insan ola bilməz 2 şeyə, 3 şeyə həsr eləsin. Bir şeyə həsr eləyirsən, yerdə qalanlar o həsr etdiyin ünvana xatir ortaya çıxır. O həsr elədiyin, ömrünü həsr elədiyin hədəfə görə yerdə qalanlar hamısı ona uyğun meydana çıxmağa başlayır. Bəzi təfsirçilər, bu oxuduğum ayə var, Uca Allah buyurdu, insanın daxilində Allah 2 qəlb yaratmayıb. Bəzi təfsirçilər bu ayənin nazil olması haqqında bir hadisə qeyd edirlər. O hadisəni sizə danışım, maraqlıdır. Deyirlər ki, Peyğəmbərin zamanında, cahiliyyə dövründə, Məkkə şəhərində Cəmil İbni Məmər adında bir şəxs yaşayırdı. Çox güclü yaddaşı var idi. Neçə illər əvvəl olmuş hadisəni də olduğu kimi yadda saxlaya bilirdi. Cəmaat ondan gəlib soruşarmış ki, ki, Cəmil, filan vaxtı filan hadisə baş vermişdi, hə deyərdi, bax filan kəs, filan. Tarixinə, gününə qədər yadda saxlayardı. Yaddaşı çox güclü idi. Və yaddaşının güclü olması səbəbindən də bəzən manipulyasiya edirdi insanları. O hara çatırdı, deyirdi ki, mənim 2 qəlbim var. 2 ürəyim var, iddia eləyirdi belə. Hətta ona 2 qəlb sahibi də deyirdilər ərəblərin arasında. 2 ürəyim var, biri Allahındır, biri dünyanın. Bəzən cəmaata Allahdan danışırdı, şeirləri var bunun, məsələn, Allahdan şeir yazıb. Bəzən görürdülər, şərabı tərifləyir. Bəzən zinanı tərifləyirdi, bəzən əxlaqlı olmaqdan danışırdı. Buna sual verəndə niyə belə? Deyirdi ki, mənə qarışmayın, mənim 2 qəlbim var. Birin Allaha vermişəm, birin də ki, bu dünyaya, şəraba, zinaya, qumara, ora, bura. Məndə 2 qəlb var. Və deyirdi ki, mən Peyğəmbərdən daha çox başa düşürəm hər şeyi. Rəsulullahın dövründə yaşayırdı. Deyirdi, mən o kişidən daha çox anlayıram hər şeyi. Mənə tərəf gəlin, mən sizə həqiqətləri daha yaxşı başa sala bilərəm. Və başlayırdı Peyğəmbərlə müxalifət eləməyə. İş o yerə çatdı ki, Peyğəmbər hicrət elədi Mədinə şəhərinə. Mədinə şəhərində də müşriklərlə, yəni kafirlərlə Mədinədə ilk baş verən döyüş hansı döyüşdür? Bədir döyüşüdür. 313 nəfər Peyğəmbərin tərəfdarı var, 1000 nəfərə yaxın da kafirlər qoşun yığıb gəlib. 3 dəfə artıqdır kafir qoşunu. O döyüşün haqqında təfsilatı ilə danışmıram, bilirsiniz. Döyüş başlayır,
gözünə döndüyüm, əlinə qurban olduğum Əli əleyhissalam, Seyyid-i Şühəda Həmzə qatırlar bunları qorağa. Müşriklərə elə toy tuturlar o döyüşdə ki, baxmayaq ki sayları azdır, müşriklərin çoxsu başlayır qaçmağa. Bu həmin o iki qəlb deyən var idi, mən həm Allah, həm dünya, görürlər qaçır, ayaqqabısının biri ayağında, biri əlində. Bunu bu cür görəndə Əbu Süfyan görür bunu. Əbu Süfyan da qoşunun komandiridir. O dövrdə qoşunun komandiri olub. Görür bunu qaçır, bu da hörmət edir axı Əbu Süfyan buna. Bunu ağsaqqal bilib gətirib bura. Görür ki bu ağsaqqal gülünc bir şəkildə qaçır. Bir ayaqqabısı ayağında, bir ayaqqabısı əlində. Deyir ki, Cəmil ibn Məmər, bu nə cürdür? Niyə ayaqqabının bir əlində, bir ayağında? Baxır ayağına, baxır əlinə. Deyir, sən Allah bağışdı, elə bildim ikisi də ayağımdadır. Elə bilirdim ikisi də ayağımdadır. Əbu Süfyan baxır, deyir, kül mənim başıma ki, sən ağsaqqal bilib bura gətirmişəm. Mən də elə bilirəm sən ağıllı adamsan, mən də elə bilirəm sən doğrudan da böyük adamsan, belə elə. Əbu Süfyan baxır, deyir, vay vay, mən kimlərlə gəlmişəm döyüşə. Bu hadisədən çıxan nəticə budur ki, qəlbində 2 dənə hədəf yerləşdirən adamın bu axırı belə gülünc vəziyyətə düşməkdir. Avara qalmaqdır. Şəxsiyyətli insan kimə deyirik? Şəxsiyyətli, tez-tez işlədirik. Şəxsiyyətli insan, şəxsiyyətli ora-bura. Şəxsiyyətli insan kimdir? Qısa tərifini deyim. Bir üzlü insan, bir üzü var, bir yönü var. Bir yönlü insan, bir hədəfə bağlı insan, bir cür insan. Şəxsiyyətli insan cəmiyyət arasında necədirsə, təklikdə də elədir. Burada da oturub nə cür xasiyyəti varsa, tək qalanda da o xasiyyəti var. Burada özünə nəyi yaraşdırmırsa, o tək olanda da özünə onu yaraşdırmır. Və buna deyirik şəxsiyyətli insan. Kərbəla insanı da şəxsiyyətli insan idi, yəni tək yönlü insan idi. Bir hədəfə bağlı insan idi. İmam Əli əleyhissalam buyurur ki, bizim və düşmənimizin sevgisi bir qəlbə sığmaz. Həm bizi sevsin, həm düşmənimizi sevsin, bu mümkün deyil. Davamında buyurur. Bizim dostlarımız öz dostluqlarında sadiqdilər, xalisdilər. Əgər kimin qəlbində düşmənimizin sevgisi ilə bizim sevgimiz qarışıbsa, nə o bizdəndir, nə biz ondanıq. Əli əleyhissalamın tərifidir. Öz dostlarının tərifini verir. Yəni sən həm bizi sevirsən, həm bizə nifrət eləyəni sevirsən, həm bizimlə döyüşəni sevirsən, həm bizimlə müxalifət eləyəni sevirsən, bu mümkün deyil. Həm Əliyə həzrət deyirsən Peyğəmbər sahabəsidir, onu çox istəyirik, biz Əlinin aşiqiyik, biz Əlini sevirik. Həm də gəlirsən Muaviyyəyə deyirsən həzrət. Əleyhissalam da başa salır ki, oyun oynamayın, bir üzüyüz olsun. Bir üzüyüz olsun. Əlini sevən adam Muaviyyəni necə sevə bilər? Nə cür eləyirsiniz siz bunu? Bunu necə bacarırsınız axı? Ad qoyursunuz ki, Peyğəmbər sahabəsi olub. Çox da Peyğəmbər sahabəsi var idi, Allah onları münafiq adlandırırdı. Niyə Peyğəmbər sahabəsidir deyə Əli əleyhissalamın düşmənində sevirsiniz? Çünki insan qəlbini bir hədəfə düzgün bağlaya bilməyəndə çaşbaş qalır. Həm şeytanı sevir, həm Allahı sevir. Əli əleyhissalam bu düsturla bizə öyrədir ki, həm pis adamı sevsən, həm yaxşı adamı sevsən, sən 200'lü insansan. Sən həm dinə xidmət eləyəni sev, həm dinə zərbə vuranı sev. Bu olmur belə. Ona görə də insan Allahı özünə hədəf seçməlidir ki, bu müqayisəli seçim deyil ha. Bax, xahiş edirəm buna diqqət eləyin. Elə bil biz seçim qoymuşuq, deyirik ki, ya bunu seç. Elə bil məsələn bir seçkidir, bələdiyyə seçkiləridir, ya bir nəsə bir seçkidir. Deyirik ki, bunu seçə bilərsən, bunu. Bunun xasiyyəti budur, bununki budur. Allahı hədəf seçinin yanında başqa seçim yox deyə mən sizə təqdim eləyim. Deyim ki, ya Allahı seçin, ya bunu seçin. Başqa seçimlər hamısı Allahın seçiminin yanında heçdir. Müqayisə olunmayacaq dərəcədədir. Mən ona görə utanıram bəzən deyim ki, dünyanı seçməyin, Allah'a seçin. Axı dünya ilə Allah necə müqayisə oluna bilər?
Allahla nəyisə müqayisə eləmək özü gülüncdür. Kərbəla insanı bunu başa düşmüşdü ki, heç nəyi Allahla müqayisədə seçmək olmaz. Bu gülünc, avara, ikiyüzlü insanların həyat tərzidir. O şeyləri müqayisə eləyərlər ki, aralarında oxşarlıq olsun. İnsanın Allahdan qeyrisini də hədəf seçməsi əslində gülünc bir hərəkətdir. Allahdan qeyri hansı hədəfi seçəcəksə, o hədəf bizi yoracaq, tükədəcək, məhv eləyəcək, içdən yiyəcək. Yalnız Allah hədəf olan zaman, bilirsiniz nə baş verir? Bir adam ki, Allahı hədəf seçibsə həyatında, qəribədir ki, zaman ötdükcə daha da izzət qazanacaq, daha da hörmət qazanacaq, daha da həyatı məna qazanacaq. Allah üçün yaşayan insanın qocalığına fikir verin. Qocaldıqca daha da müdrikləşir, daha da ağırlaşır, daha da hörmətli olur. Amma siz məni bağışlayın, tamam başqa şeyləri hədəf seçən insana baxırsan ki, qocaldıqca daha da yüngülləşir, daha da bayağılaşır, ucuzlaşır insan. Ucuzlaşmağın səbəbi qocalmaq deyil, seçdiyi hədəfdir. Qocalıq insanı yüngülləşdirmir, bu səhv sözdür bizə deyirlər. Hər qoca da yüngülləşmir, hər qoca bayaqlaşmır, hər qoca uşaqlaşmır. Qoca var ki, qocaldıqca ağırlaşır, müdrikləşir, hər sözündə məna yatır. Niyə? Bir hədəfə bağlı olub ömür boyu. Allah adamı qocalanda da müdrikləşir. Allah adamı qocalanda da ağıllanır, dəryaya çevrilir. Allah yolunda möhkəmlənmiş insan indidən qalibdir. İndidən qalibdir. Çünki hədəfin düzgün müəyyən eləyib. Aşura gecəsi İmam Hüseyin əleyhissalam bir icazə aldı düşmən qoşunundan bir gecəni. Bilirsiniz də bunu. Niyə icazə aldı? Məqsəd nə idi? Bir ömür üst tutduqları Allahla xəlvət eləsinlər deyə. Həmin gecəni plan qurmaq üçün icazə almadı təkcə. Özün toparlamaq, qoşununa komanda vermək, nəyi necə edəcək, necə döyüşəcək deyildi məqsəd. Məqsəd son gecələrini Allahla keçirtmək idi. Bir ömür üst tutduqları Allahın huzurunda bir gündə olsa dayanmaq istəyi idi. Son namazlarına görə istəyirdilər. Son dualarına görə istədilər o gecəni. Allah adamı öləndə də Allah naminə fürsət istəyir. Allaha üst tutmaq üçün fürsət istəyir. Sağ qalmaq naminə deyil. Allah yolunda müəyyənləşən insan var, bir hədəfdə müəyyənləşmiş insan. Hətta bu yolda öldürülsə də belə, ölüm onu öz hədəfinə yaxınlaşdırır. Məsələn, Uca Allah Quran-ı Kərimin Bəqərə surəsi 154-cü ayədə buyurur ki, وَلَا تَقُولُ لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ أَمْوَاتٍ Allah yolunda öldürülənlərə, qətl edilənlərə ölü deməyin. Davamında buyurur ki, bəl əhyəun vələkin la yeş'urun. Onlar diridirlər, lakin siz başa düşmürsünüz. Siz anlamırsınız. La yeş'urun. Sizin şuurunuz çatmır bunu başa düşməyə. Diqqət eləyək ayəyə. Allah bizə öyrədir ki, bir adam ki, bir üzdüdür, Allaha yönəlibsə, bu yolda qətl olunsa da ölü gözü ilə baxmayın ona. Ölü həyatı itirənə deyirlər. Bunlar həyat qazanıblar. Kimsiz ki siz onlara ölü deyəsiz. Ölü kimi baxasız. Bir adam ki Allahı hədəf seçib yaşayıb və o yolda da hətta öldürülüb, qətl olunubsa, ölü adın qoymayın onlara. Onlar həyat qazanıblar. Siz sadəcə burada başa düşə bilmirsiniz onu Allah deyir. La yeş'urun. Şuuru çatmır dərk eləməyə. Ki Allah yolunda ölü baxı bu. Mən görürəm ki, bu adam öldü də, qan içində qaldı, öldü. Buna niyə ölü deməyim? Allah deyir, demə də o həyat qazanıb. Niyə həyat qazandı ilah o? Niyə sənin yanında ruzi yiyir o? Niyə sənin yanındadır? Niyə sənin yanındadır? Çünki bir ömür sənin yanında olmaq üçün çalışıb.
bir ömür sənə yaxınlaşmağa hədəf seçib. Allah bir ömür ona yaxınlaşmaq naminə yaşayanlara elə bir məqam verir ki, deyir, hətta onlara ölü demək ixtiyarınız da yoxdur. Onlar öz seçdikləri hədəfdədirlər, Rəblərinin yanında. İxtiyarın yoxdur, Rəbbinin yanında olana ölü deyəsən. İnsan nə axtarır? Nə gəzir? Daha keyfiyyətli həyat. Hamının arzusudur. Daha yaxşı həyat. Niyə bəs tapa bilmir bəzən? Niyə arzusuna çata bilmir? Çünki həyatın mənbəyinə, həyatın yaradıcısına yaxınlaşmağı özünə vəzifə bilmir deyə. İnsan Allahdan qeyrisinə üst tutub yaxınlaşdıqca zənn edirsə ki, həyatının keyfiyyəti artacaq, artmayacaq. Daha da nihilizmə yuvarlanacaq. Daha da negativ düşüncələr onu bürüyəcək. Və başlayacaq günahla öz ruhunun yorulmasını, öz ruhunun bezməsini, öz ruhunun əzilməsini müalicə eləməyə. İnsan günaha niyə üst tutur? Allahdan uzaq yaşayanılan həyat boğur onu. O məcburdur günahı çoxaltsın ki, o boğulmağın təsirini bəlkə aradan aparsın. Bəlkə. Deyir, dərslərdən düşdüyü bu yola. Deyirəm, dərslərdən olmazdı elə Allaha üzrü çevirəydin. Olmazdı Allahı hədəf seçəydin. Elə bil ki, insan susuz bir səhrada dayanı, bir nöqtədə dayanı, bir nöqtə. Susuzdur, su lazımdır ona. Bu tərəfində bulaq var, bu tərəfində uçsuz, bucaqsız, susuz səhra. Susuz adamın quru səhraya tərəf getməsinə nə deyərsiniz? Axmaqlıq ən yüngül formada. Və bu günlərdə insan bu vəziyyətə düşüb, həyat axtarır, amma həyatın mənbəyindən uzaqlaşaraq o həyat axtarır. Allahdan uzaqlaşıb həyat axtarmaq insanın ən böyük faciəsidir. Kərbəla insanı gəlirdi, öz nümunəsində göstərirdi bizə ki, Allahsız həyat qarşımızdakı insanların həyat tərzi kimidir ki, baxson, həşəratla bir fərqləri yoxdur. Heyvanla bir fərqləri yoxdur. Nəsimi filmində Nəsiminin dilindən bir gözəl fraza var. Deyir ki, güclü, gücsüz insan yoxdur. Var cahil insan, var kamil insan. Cahilin həyat tərzi heyvanatın həyat tərzi kimidir. Bir cahil ki, tapmayıb yolun, üzün Allaha tuta bilməyib, eyni ilə həşərat kimi yaşayacaq. Kərbəlada öldürülən insanlar, qətl olunan insanlar həyatdan bezən adamlar deyildilər. Əksinə, hamıdan çox həyatı sevirdilər. Biz onları müqayisə eləsək, görək ki, məsələn, belə düşünə bilərik də, Şimr həyatı sevirdi də, istəyirdi varlı adam olsun da, Ömər ibn Səd istəyirdi daha çox qəşəng həyat yaşasın deyə gəlmişdi İmam Hüseyni öldürməyə. Biz belə başa düşsək səhv eləyirik ya. Bu birisilər də həyatdan üz döndərmişdilər. Deyirdilər, əşi bu nə dünyadır, burada yaşanlası yer döl, gəlin ölək, çıxaq gedək. Yox, tam əksinə görərik. Şimrdən daha çox həyatı sevirdilər. Ömər ibn Səddən daha çox həyatı sevirdilər. Elə sevdiklərinə görə də həyatın mənbəyinə üzlərini tutmuşdular. Həyatın mənbəyin, yəni Allahı hədəf seçmişdilər. İnsan həyatı çox sevdikcə Allaha mütləq bağlanmalıdır. Həyat insanın ən gözəl arzusudursa, həyatın mənbəyində axtar da həyatı. Həyatın mənbəyindən uzaqlaşdıqca necə həyat tapa bilərsən? Sənin tapdığın həyat, ona həyat demək adamın dili gəlməz. Allaha yaxınlaşmağı özünə hədəf seçən insanın qəribə bir halı olur. O qəribə hal bilirsiniz nədir? Əgər bir gün Allaha yaxınlaşmağın yolu ölümdən keçərsə, rahat qəbul eləyə bilir onu. Çox rahat. Uf demədən qəbul eləyir. Bir şey ki, Allaha yaxınlaşdıracaq, narahat eləmir onu. Ona görə Kərbəla insanlarını çoxu başa düşə bilmirdi hələ də. Çoxu anlaya bilmirdi onları. Hətta onların bəzisinə axmaq da deyirdilər, dəli deyirdilər. Məcnun deyirdilər ki, bunlar nə ad qoyub gəliblər 72 nəfərlə 30 minin üstünə. Onlar məntiqi cəhətdən cavab tapa bilmirdi Kərbəla insanına. Amma başa düşə bilmirdi ki, Kərbəla insanı
Bir hədəf seçib özünə Allaha yaxınlaşmaq, yolu qətildən də keçsə uf deməz. Yolu öldürülməkdən də keçsə yolun dəyişməz. Çünki hədəf bəllidirsə, ölüm sadəcə o hədəfə aparan bir yoldur Allahı hədəf seçən üçün. Ona görə Allahı hədəf seçən insan ölümdən də qorxmur. Ölüm onu yormur, ölüm onu qorxutmur, ölüm ona kabus kimi gəlmir. Kimə kabus kimi gəlir ölüm? Kim ölümdən qorxur? Allahsız yaşayan, dünyanı hədəf seçən, ya bir başqa şey hədəf seçən. İnsan həyat aşiqidir. Həyat insanın var olması üçün ən zəruri elementdirsə, insan özünü həyatda olmadan da təsəvvür eləyə bilmirsə, bizim içimizdəki bu həyat eşqini Allah bizə niyə qoyub? Niyə bizdə yaşamaq eşqi var? Əbədiyyən var olmaq eşqi niyə var? Özünüzə sual vermişsiniz. Mümkündür ki, mən ölümlə bu eşq bitsin deyə məndə qoyulub bu eşq. Xeyr, bizim içimizdəki bu həyat eşqi bizə həyatın mənbəyinə doğru üst tutmaq üçün verilib. Mənbəyə üst tutasan deyə sənə bu eşq verilib. Görmüsünüz, gedib hamınız dənizin qırağında dayananda niyə insan dənizi sevir? Dənizin üfüqündə insan sonsuzluğu görür sanki. İnsanın dənizi sevməsinin bilirsiniz səbəbi nədir? Maniyə görmür dənizdə. Gedir dayanırsan dənizin huzurunda, baxırsan ki, maniyə yoxdur. Üfüqə qədə, eyni dərya, eyni su, eyni fəza var. İnsanı o sonsuzluq fəzasıdır əslində çəkib dənizin qırağına aparan. İnsan sonsuzluğu sevir deyə, əbədiyyəti sevir deyə, uçsuz bucaqsız fəzanı sevir deyə dənizi çox istəyir. İnsan da başa düşsə ki, Allah o dənizi bir misal olaraq deyirəm desə, necə dəniz adamı özünə çəkir o fəzasına görə, insan Allahı birdən başa düşə bilsəydi, qismən Allahın fəzası insanı dəli eləyərdi, çəkərdi özünə. İnsan elə qaçardı Allaha tərəf ki, heç ayağının altındakı tikana da diqqət eləməzdi. Qılıncla diyanaydın ki, çəkil o tərəfə, getmə ora, üstüvə gələrdi ki, öldürsən ondan sonra gedirəm. İnsan bax, həyatın mənbəyinə aşıq olanda onu saxlamaq mümkün deyil artıq. O tapıb ən gözəl ünvanı, sən necə saxlaya bilərsən onu? Ona görə də bizim içimizdəki bu həyat eşqi bizi həyatın mənbəyinə yönətmək üçün bizə verilib və üzünü ancaq Allaha tərəf çevirmək, həmişə Allaha yaxınlaşmaq arzusunda olmaq lazımdır. İnsan gərək fürsət gözləsin həyatda. Biz elə bir ovçu kimi olmalıyıq. Müsəlmanı mən mümini, ovçuya bənzədirəm. Niyə? Necə? Ovçu fürsət gözləyir də, ov çıxan kimi vursun. Dayanır, bəzən saatlarla dayanar. Bəzən hətta mən ovçulardan eşitmişəm, günlərlə dayanırlar ki, bir hədəfi vursunlar. İnsan ovçudur, dayanmalıdır fürsət ovunda. O fürsət məni Allaha yaxınlaşdıracaqsa dərhal istifadə eləyəcək. Misal üçün fürsətdir, görür ki, bu əməl, Allah çıxartdı qabağıma bir yaxşı əməli, Allaha yaxınlaşdıracaqsa fürsətdir, onu orada görəcəksən sən. Məsələn, insanlar üçün bu İmam Hüseyn əzası Allaha yaxınlaşdıran bir fürsətdir. İnsan başa düşsə ki, bu məclis məni Allaha yaxınlaşdıracaq, o burada olacaq. Onun qabağını heç nə kəsməyəcək. Necəsə eləyəcək, çalışacaq ki, ömründə bir gündə olsa, məhərrəmdə bir gündə olsa, gəlsin bu məclisdə əyləşsin. Çünki bu məclisdə hiss eləyir ki, o mənbəyinə tərəf gedir. Hədəfinə tərəf aparır bu məclis onu. Vallahi sizi içinizdə bu məclislərdən hiss elədiyiniz bu olmasaydı ki, bu məclislər elə bir sizi arzuza tərəf aparır. Bura gəlməyəcəkdiniz. Özünüzü bir dənə təftiş eləyin. Elə bil bu məclisə gələndə sizə çox xoş gələn, doğma bir yerə gedirsiniz. Niyə? Doğrudan da bu məclis sizi doğma olan ünvana qaytarır axı. Allaha tərəf aparır axı. Bir addım da Allaha yaxınlaşırsan, ona görə çox istəyirsən bu məclisləri. Arzu eləyirsən burada olmağı. Mən həmişə sual vermək istəyəmişəm insanlara ki, görəsən insanların çoxu Allahda hansı çatışmamazlığı gördü ki, Allahdan qeyrisinə üst tutdu? Allahdan nə naqisliyi gördü ki, Allahdan qeyrisinə üst tutdu? Nə tapmadı Allahda? İmam Hüseynin sözü gəlir burada, öz yerinə oturur, deyir, ilahi, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb?
Doğrudan da insan Allah'ı itirsin, hər şey tapsın, heç nə tapmayıb. Allah'ı tapsın, hər şey itirsin İmam Hüseyin kimi. Balalarını da fəda eləsin, əslində hər şeyi tapıb. O artıq qalibdir. O artıq qalibdir. Qur'anda bir dəstə kişi tərif olunur. Bildiyiniz kişi, mömin demirəm ha. Mömin adı çəkmir bu ayədə Allah. Kişi. Bir neçə yerdə Allah kişi sözünü işlədib. Bilirsiniz də Allah tərifləyəndə iman əhlin deyir ki, ya eyyuhəllezine amenu, iman gətirənlər, ya mu'minun, muslimun və s. Və yaxud elə deyir insan. Yox, burada nə insan deyir, nə müsəlman, nə mömin, nə filan. Bir kəlmə söz deyir. Deyir ki, kişi. İndi ayəni oxuyayım sizə, diqqət edin mənasına. Buyurur ki, Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah. Buyurur, bir dəstə kişilər var ki, heç bir ticarət və alışveriş onları Allah'ı yad etməkdən yayındırmaz. Kişilər var ki, heç nə onları Allah'ı yad etməkdən yayındırmaz. Bu ayəni oxuyanda mənim yadıma həmişə Kərbəla şəhidləri düşür. Kərbəla insanı düşür. Xüsusən bilirsiniz kim düşür? Zuheyr ibn Qeyn kimi Kərbəla insanı. Zuheyr ibn Qeyn, Kərbəlada elə insanlar var idi ki, bunu demişəm sizə, bir neçəsindən nümunə çəkmişəm. Kərbəlada şəhid olan insanların çoxu var dövlətli insanlar idi. Acından ölürdülər, gəlirdilər, onsuz da yaşamaq olmur. Gedək, ölək, yox ha. Bilirsiniz nə boyda imkanlı insanlar var idi Kərbəlada. Zuheyr ibn Qeyn dəvələrinin sayı yox idi. Bal qaymaq içində yaşayan adam idi Zuheyr. İmam Hüseyinlə gəlir, görüşür. O görüşdə nə baş verir biz bilmirik. Tarix qeyd eləməyib. İkisi danışır çadırda. Heç kim yanlarında olmur. İndiyə qədər bir sirdir ki, nə danışırlar İmam Hüseyinlə. Hamı bayırda gözləyir. Nə İmam Hüseyin açıqlamır orada nə deyir. Nə Zuheyr ibn Qeyn çıxıb demir ki, İmam Hüseyin nə dedi ona. Zuheyr çıxan kimi qoşulur İmam Hüseynin dəstəsinə və həmin Zuheyrdir ki, gecə, Aşura gecəsi İmam Hüseynə buyurur ki, ağa, 70 dəfə ölüb dirilsəm də sizdən əl çəkməyəcəyəm. Bu kişilər bulardı. Yəni, nə alışverişi, nə o dəvələri, nə ticarəti onu Allaha yönəlməkdən yayındırmadı. Özün həsr elədi Allaha və Allah da ona o mükafatı verdi ki, bu günlərdə 1400 ildir keçib, adı burada cəm olunur, adı burada çəkilir və ruhuna rəhmət oxunur, hörmət edilir ona və Allah bilir ki, onun məqamı orada nədir. Hələ biz bilmirik ki, orada nə verəcək Allah ona, nə verib də indi. Ona görə də bu ayənin nümunəsində Allah bizə başa salır ki, Kərbəlada İmam Hüseynin yanında dayanan kişilər bir ömür Allahı yada salmaqdan yayınan kişilər deyildilər. O nümunələrdən biri də Əmr ibn Xalid Seydavi idi. Kərbəla şəhididir, Kərbəla insanıdır, Küfəli idi. Gizlincə gəlib qoşulmuşdu İmam Hüseynə. Aşura günü gəlir İmam Hüseyndən döyüşə icazə istəyir. Ağa icazə verir, gəlir, dayanır düşmən qoşununun qabağında rəcəz oxuyur. Deyir ki, Rəhman olan, özünə deyir bu sözü, fikir verin, görün, özünə xitab edir. Deyir, ey nəfs, yəni ey özüm, Rəhman olan Allaha doğru üst tutmusan, ey nəfs. Bir ömür Allah'tan istəmirsən ki, sonuvu Allah'tan uzaq eləməsin. Kişinin arzusuna bax, ay Allah. Öləcək, gəlib dayanıb 30 min qoşun qabağında dərdinə bax. Nəyi bəyan eləyir bizə? Deyir, ey nəfs, bir ömür Allah'tan istədin ki, səni ondan uzaq tutmasın, Allah'tan uzaq düşməyəsən. Odur ki, indi görün nə deyir? Odur ki, indi dözümsüzlük eləmə ya. Odur ki, indi dözümsüzlük etməyəcəksən, Allah yolunda səbr etmək mənim üçün düşməndən aman istəməkdən daha şirindir. Mən indi səbr edib ölsəm, bir ömür arzuladığım ünvana doğru gedirəm. Amma düşməndən aman istəsəm, zay elədim hər şeyi.
Əmr ibn Xalid Seydavi bizə nə dərs keçdi insan olaraq? O dərsi keçdi ki, bir dənə hədəf tut özünə, o hədəfdə ölüncə səbr elə. Ölən gün vəqədə səbr elə. İnsan budur ki, bir üzü olsun, bir istiqamətə getsin. O istiqamətdə nə çətinlik çıxırsa qabağına çıxsın, çətinliklərə səbr eləsin. İnsan yəni bu varlıq. Uğur qazanan insan bax belə olur. Kərbəla insanının fikri, zikri Allaha yönəlmək idi, Allaha yada salmaq idi. İnsan da Allaha yada salmaq oldusa onun dərdi, Allah da 1400 ildə adların dilimizdə əzbər eləyib. Onların özü də Allahın yada salmağın sayəsində həmişə yaddaşlarda qalıblar. Kərbəla insanı bu həqiqəti başa düşmüşdü ki, çoxundan fərqli olaraq ki, Allahdan qeyri hər şey bir heçlikdir. Heçlikdir. Əslində, Kərbəla məclisləri bir tövhid məclisləridir. Bu məclislərin fikir verirsiniz, ruhunda Allah var, tövhid var. Bizi qınayan insanlar ki, bu tövhid deyib şirk deyirlər, İmam Hüseyni əza saxlamaq şirkdir filan. Mən sadəcə bir xahiş edirəm də, nə olar, bir qulaq asın da arada bir bizə. Bir qulaq asın, gör nə deyirik, biz tövhidə zid nə deyirik burada? Tam əksinə, insanları bu məclisin bəhanəsi ilə Allaha aparırıq, Allahla barışdırırıq. Bu məclislər İmam Hüseyn şəhidlərinin hörməti xatirinə Allahla barışmaq məclisidir. Allaha yaxınlaşmaq məclisidir. Və insan başa düşməlidir ki, Allahdan qeyrisinin uğruna, nəyin uğruna yaşayıbsa, əslində bir heçlik uğruna yaşayıb. Biri var idi Şovzəb adında. İmam Əlinin sahabəsi olub əvvəli. Sonra satdı İmam Əlini, İmam Həsəni, İmam Hüseyni. Keçdi oldu Həccac ibn Yusifin adamı. Satmağının səbəbi bilirsiniz nə oldu? Bir gözəl Yahudi xanımı ilə aldatdılar onu. Çox gözəl bir xanım, Hümeyra adında bir xanımla aldatdılar onu. Qocalanda ağzından deyirlər, üzr istəyirəm, su tökülür, qocalıb. Yoldaşı gəldi yanına, baxdı, gülmək tutdu onu, deyir, əlini də qaldıra bilmirdi, qaldırıb istədi başına vursun əlini. Yoldaşı baxdı ona, dedi ki, yoldaşı ona ələ saldı, dedi ki, deyirsən, qocaldıca başım xarab olur. Doğrudan insan Allahdan uzaq düşəndə qocaldıca baş xarab olur. Həqiqətən deyirəm, sizə, kimin ki qocaldıqca başı xarab olursa, Allahla yaşamayıb. Bu da bu gündə idi. Dedi, deyirsən, qocaldıqca başım xarab olur. Dedi, başım xarabdır, doğrudan başım xarabdır. Baxdı yoldaşına, gördü də indi qocalıb, üzü qırışıb, vaxtında sevdiyi qadın ara, indiki 80-90 yaşındakı qadın ara. Baxdı ki, kül mənim başıma, mən sənə görə satdım Əlini, sənə görə satdım Həsəni, sənə görə satdım İmam Hüseyni, sənə görə satdım Allahı. İndi baxıram sənə, irgənirəm səndən, belə deyək. Düz deyə, insan qocalanda qocadan irgənməz. Amma belə adamlar irgənirlər. Çünki bunların üzr istəyirəm, sevgilərinin səbəbində də insan dayanmır. Üzr istəyirəm, 5-10 dəqiqəlik həzz dayanır deyə. Artıq o həzzi səndən ala bilmirsə, sənə nifrət eləyir. Qocalığın öz gözəlliyi var, orta yaşın öz gözəlliyi var, cavanlığın öz gözəlliyi var. Qoca var, Allaha and olsun, baxarsan üzünə 1000 cavanda görmədiyin enerjini görərsən, təravəti görərsən, nuraniliyi görərsən, Allah qorxusunu görərsən, həya-abır görərsən. Amma bu vaxtı yoldaşına dedi ki, vay, mən gör nəyə dəyişdim vaxtında. Ona görə də Kərbəla insanının gözü ancaq Allahı görərdi deyə öz cismindən rahat imtina eləyə bilirdi. Göz Allahı görəndə cisimdən rahat imtina eləyə bilirsən. Və bilməliyik ki, əslində burada nə varsa hamısı bir səsküydür. Allahı yad etməkdən qiyməti deyil heç nə. İmam Hüseyn əleyhissalamın öz hədisini oxuyuram sizə. Buyurur, ey Allahın bəndələri. İmam Hüseynin sözüdür, bax. Ey Allahın bəndələri, dünya ilə başınızı qatmayın. Dünya sizi Allahdan qəflətə salmasın. Burada gördüyünüz şey sizə Allahı unutturmasın. Dünya zövqləri qəlbi doyuzdurmaq üçün deyil. Ümumiyyətlə, dünyada olan heç bir həz, heç bir ləzzət, doyumluq deyil. Doydurmayacaq səni, daha da susuzluq yaradacaq.
Bir nəfərin sözü olmasın, deyir, mən bir günah eləyəndə dedim ki, bir dəfə eləyim bəsimdir. Bir dəfə eləyəndən sonra gördüm, daha da o günaha rəğbətim artdı. Sonra dedim, yox, bir dəfə də eləyim bəsimdir. Bir dəfə eləyəndən sonra gördüm, daha çox yarandı və elə bax, dünyanın ləzzəti belədir. Bir dəfə daddunsa günah ləzzətin. Sonra daha çox istəyəcəksən və əl çəkə bilməyəcəksən. İmam Hüseyn də buyurur ki, dünya ləzzətləri ilə başucu qatmayın. Dünya sizi Allahdan qəflətə salmasın. Niyə? Çünki dünyanın zövqü, ləzzəti dünyanın halal zövqün, halal ləzzətin, din, əstağfurullah, insana dünya ləzzətin qazanmağı haram eləmir. Amma deyir ki, başu qatmasın. Bunu deyir İmam Hüseyn. Demir qazanma, İmam Hüseyn özü varlı insan olub. İmam Həsən varlı insan olub. Dünya qazanan adamlar olublar. Bağları olub, dəvələri olub, imkanları olub onların. Amma heç bir imkan onların başını qatıb Allahdan qəflətə salmayıb. Niyə dünya bizi ləzzətə salmasın, daha doğrusu qəflətə salmasın? Çünki bu dünyanın verdiyi ləzzət var. Restorana gedərsən, menyu istəyirsən, hamıda olub bu hadisə. Bir misal çəkirəm sizə. Getmişsən, oturmuşsan restoranda, açsan, aclığın var, yemək gözləyirsən də. Restoranda sənə menyu təqdim edirlər. Menyuda da indi təzə menyuların hamısında yeməyin şəklini qoyurlar. Yeməyin şəkli sənə ləzzət verir. Vermir. Verir adama. Şəklindən ləzzət alırsan. Təsvir də özü bir ləzzət bəxş edir də insana, bir estetik ləzzət verir. Yeməyin özünün ləzzəti bir başqa, seçimində də şəklindən bir ləzzət alırsan, və dünyanın ləzzəti, həqiqi ləzzətlərlə müqayisədə menyudakı şəkildən alınan ləzzət qədədir. Bir atımlıqdır. Baxanda biraz ləzzət, ağzından su axır, o tüpürcək vəziləri ifraz eləyir suyu ağıza ki, yaxşı bir şey oxşayır. Orada nə ləzzət aldınsa, dünyanın ləzzəti ona bənzəyir. İndi sual verərsiniz, niyə bəs onda Allah burada ləzzət yaradıb? Niyə ləzzət var burada? Qoy deyim. Bu bir cavabı olsun, bunu həmişə yadda saxlayın, maraqlı cavabdır. Dünyada niyə zövq var, niyə ləzzət var? Cavab budur ki, dünyanın bu zövqləri, bu ləzzətləri, əbədi həyatdakı xalis ləzzət və zövqləri tanımaq üçün bir dadımlıqdır ki, onları tanıya bilək. Bir dadımlıq təklif kimidir, menyu kimidir ki, tanıya biləsən nə verəcək Allah sənə. Nə olacaq əbədi həyatda? Xalisi necə olacaq? Sənə Allah burada bu zövqləri dadızdırmasaydı, cənnətdəki zövqdən, həyatdan danışsaydı, başa düşməzdin. Elə bil, üzr istəyirəm, uşaq tezə doğulub, körpədir, sən ona danışırsan müəyyən zövqlərdən həyatda. O ki, bir şeyi dadmayıbsa, az da olsa dadmayıbsa, o sən deyəni başa düşməz. Allah bu dünyada az da olsa bizə dadızdırır ki, həqiqi həyatda bunun xalisi var. Əsli oradadır, bu şəkilidir. Burada bunu dadginlə ki, biləsən ki, belə şeylər olacaq. Səni də, məni də, hamımızı da Allah ali ləzzətə çatdırmaq üçün yaradıb. Allaha yaxınlaşmağın da mənası budur ki, yəni ilahi, məni belə yaratmısan ki, mən ləzzət istəyirəm, mən rahat yaşamaq istəyirəm, həzz almaq istəyirəm, doya-doya yaşamaq istəyirəm. Allaha yaxınlaşmaq da bax budur. Allaha yaxınlaşmaq, yəni doyumluq həyata yaxınlaşmaq. Doyumluq həyat, mükəmməl həyat. İmam Hüseyn əleyhissalamın oğlu Həzrəti Əli Əkbər çıxır meydana rəcəz oxuyur və belə bir cümlə deyir. Deyir ki, Allaha and olsun ki, bu haramzadə bizə öz hökmün keçirdə bilməyəcək. Həzrəti Əli Əkbər elan edir ki, biz insanıq, bizi Allahdan ayıranların hökmü bizə keçməyəcək. İnsan modelin göstərir. İnsan odur ki, kim nə onu Allahdan ayıracaqsa, onun hökmü ona keçməsin. Kəş insanlar, gənclər bu mövqedə ola bilərdilər ki, bizi nə Allahdan ayırırsa, o bizi Allahdan ayırmamış, biz ondan ayrıla bilərdik. İşte bu mövqe, bu xasiyyət bizdə olaydı. Görəndə ki, məni kim və ya nə Allahdan ayırmağa başlayıb, dərhal ondan ayrıla bilərdim. Kərbəla insanı sözümün sonunda bu cümləni deyirəm. Bugünkü mövzumuzla əlaqəli. Sabah da bir başqa o insanın tərifindən danışacağam. Bugün nöqtəni bu sözlə qoyuram. Kərbəla insanı hər şeyi Allahda başlayıb, Allahda bitirən insan idi. Hər şey Allahda başlayıb, Allahda bitirmək. Bu böyük insanların
bacaracağı işdir. Bir üzlü insanların, şəxsiyyətli insanların, Allah naminə yaşayan insanların bacaracağı işdir.